Mənə ən çox ünvanlanan suallardan biri də budur. Doktor, süni mayalanma nədir? Süni mayalanmada olan hər şey təbii yollarla mı olur? Süni mayalanma zamanı dünyaya gələn uşaq bizim özümüzdənmidir, başqasındanmıdır? Bu tərz suallar verilir. Süni mayalanma təbii yoldan hamilə qalına bilməyən cütlüklər zamanı baş verilən bir yoldur. Əgər insanlar təbii yoldan hamilə qala bilmirlər və evlad sahibi ola bilmirlərsə, ən son çarəni süni mayalanmada tapırlar. Süni mayalanma zamanı biz nə edirik? Həm atadan, həm anadan aldığımız hüceyrələri mayalandırıb ortaya bir döl çıxardırıq və bu dölü ananın bətninə yerləşdiririk. Və bunun kənarında hər hansı bir proses baş vermir. İnsanları ən çox narahat edən suallardan biri budur ki, doktor, bu hüceyrələr bizimdirsə, bu proses haram mıdır? Biz dinimizə uyğunmudur? Bəli, burada cavab belədir ki, hər iki valideynin hüceyrələri olduğu halda bu proses halaldır, haram deyil. Çünki cütlük, evlilikdə olan cütlüyün hərəsindən alınan hüceyrələrin nəticəsində əmələ gələn döl dünyaya doğulur. Bu o zaman haram sayılır ki, başqa nəfərlər iştirak edir prosesdə. Bizim ölkəmiz hüquqi bir ölkə olduğu üçün bu proseslər bu şəkildə ilərləmir, tam qanuna uyğun olaraq olur.